İçəri girəndə belə holdu, iri holdu. Sonra girirsiniz, demək studiya otaqdır, qonaq otağı ixna ilə bir yerdə. Gördüyünüz kimi yerdə bu İtalyan qranitidir, kerama qranitdir. Çox o vaxt dəyərli idi, qiyməti. Bir tərəfi kuxnadır, kuxnada bütün texnikalar var. İşlək vəziyyətdədir, peçdir, nə bilim, mikrovalmovka, xaladelnik falan bunlar var. Sonra televizor, bir tərəfi televizor. Yəni bilirsiniz neçə vaxtdır, yəni burada mən yaşamıram. Ona görə biraz gəlgət olmadığı üçün evdə elə bir şeydir ki, gərək orada nəfəs olsun, yaşanılsın. Ev yaşanılmayanda biraz aboylar falan belə problemlər yaşanır. Gördüyünüz kimi bəzi yerlərdə aboylar biraz qalxıb, ancaq belə ev əsaslı tikilib. Bu təzə tikilən evlər kimi deyil. Yəni deyirəm də, məsələn, divarlar hamısı möhkəm tikilib. Daş monolit evdir, bütün divarlar alçıbanla işlənilib, altdan gəmi kleyi vurulub ki, nəmişlik olmasın. Çünki yenə deyirəm, çünki düz sahildə yerləşdiyi üçün nəmişlik falan yəni ki, ola bilirdi. Çünki əvvəl biz remont eləyəndə nəmişlik olurdu, sonra təzədən söküb, təzədən biz buranı əsaslı təmir eləmişik. Hamam otağı yerləşir birinci mərtəbə. Hər mərtəbənin özünün hamam sanitar qovşağı var.